Mingəçevirdə Kino Günləri layihəsinin mayın 23-də ilk seansı el arasında kənd Mingəçevir deyilən qəsəbədə keçirilib. Xalq Yaradıcılıq Klubunda tamaşaçılar rejissor Əlisattar Quliyevin Olimpiya tammetrajlı bədii filminə baxıblar. Tədbirin moderatoru kinotənqidçi Aygün Aslanlı nümayişdən əvvəl tamaşaçılara layihə haqqında danışıb. Şimdi artıq bir layihə həyata keçirir. Belə filmləri seçirik, gedirik kəndlərdə, rayonlarda göstəririk. O filmləri ki, televiziyalar göstərmirlər, sonra heç kinoteatrlarda da göstərilir o filmlər, amma yaxşı filmlərdir. Günün ikinci nümayişi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına musiqi məktəbində olub. Musiqi məktəbinin direktoru Vüsal Məmmədov Mingəçevir şəhərində keçirilən kino günləri barəsində öz fikirlərini söyləyib. Azərbaycan Kino İttifaqına təşəkkür edirik ki, bu gün də bizimlə bir yerdə də artıq ikinci dəfədir ki, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin səhnəsində filmlərimiz nümayiş olunur və mənə elə gəlir ki, bu gün də mədəniyyət belədiyində, ocaqlarında, başqalarında da olubdur və sabah da davam edəcək. Burada isə tamaşaçılar rejissorlar Emin Əfəndiyevin Tənha İnsanın monoloqu və Ruslan Ağazadənin balaca qısametrajlı bədii filmlərinə baxıblar. Kənd mi yox idi, işi yox idi. Psixoloji travma almış bir insanın həyatı idi. Ata tərəfdən sevilməmiş, belə deyim. Yəni elə sevilməyən adamlar da, qəddar atalar da həmişə baxılır axırda. Allah sual doğru. Siz deyirsiniz ki, əsirlikdə olubdur. Bunu başa düşdüm. Amma kənd həyatı Azərbaycanda kənddə elə bir kənd yoxdur ki, orada cəmsi bir dənə ev olsun. Və elə bir kənd yoxdur ki, meşənin içində, qəbirstanlıqda cəmsi 2 dənə qəbir olsun. Bu şeyləri rejissor nəzərə almır. Çox maraqlı və mənalı bir kinodur. Çox ola bilər. Çünki rejissorun özünün elə bir həyatını deyilmi, insan hər kəs özünün daxilində nə hisslər keçirirsə onu Yəni bu qədər ədəbiyyat davudur da, necə Dostoyevskidə vicdan söhbətini necə aparır Raskolnikov, gedib qoca arvadı parçalayır, sonra neçə səhifə, 500 səhifə düz elədim, yoxsa düz elədim. Qeyd edək ki, Azərbaycan Kinematografçılar İttifaqının təşkilatçılığı ilə baş tutan Mingəçevirdə Kino Günləri layihəsi regionlarda bir şəhərdə 3 gün ardıcıl keçirilən ilk kino günləridir.